Salamlar, necəsiz? İnşallah yaxşısınız. Buradan hamınızı salamlayıram. Balacaların üzündən, gözündən öpürəm. Bizim izləyicilərimiz hər yaşda var və buradan da ayrıca bir təşəkkür edirəm. Əgər bizim kanalımızı həqiqətən də izləyirsə, abunə olmağı unutmayın mütləq şəkildə. Onsuz da izləyirsiniz və zəhmət olmasa oradan bir dənə tıkı vurasınız, abunə olarsınız inşallah. Allahın köməkliyi səhərimi sizinlə açdım və burada yerimi yığıram və bir çox planlarım var ki, mən bugün onu yerinə yetirməliyəm. Düzdür, mən əslində plan cızarkən hamısı baş ayaq olur. Çünki necə deyək, məsəl üçün 1, 2, 3 sıralama eləyəndə alınmır. Keçirəm öz bildiyim kimi artıq eləməyə. Çünki bir işi başlarkən, uşaqlar evdə olarkən, məsəl üçün ayana bunu istəyirəm, yemək istəyirəm, onu elə, bunu elə, həmin planlar geriləşir. Ona görə səhərimi dedim, sizinlə açam, yerimi düzəltdim, pərdəmi çəkdim və burada mən qədimi əşyaları çox sevən insanam, həqiqətən bu nişanımızda olan şəkildir. Hansı bir xeyircə getdim, oradan bir, belə deyim, nişan olarak bir şey getirirəm. Məsəl üçün xınadısa xına xonçasından bir şey saxlamışdım və onları təxirə saldım, yığışdırdım. Çox idi həddən artıq və burada isə özümün xınamda, nişanda olan konfeti və xınadan saxlamışdım. Bir də qardaşımın xınasından, nişanından qalan, yəni gəlinimizin də onlardan bir nümunə saxlamışam. Dedim qoy hərəsindən bir nümunə olsun ailəmin içindən. Bu günləri Faberlic firmasının ürünləri ilə gəlmişəm. Deməli 51-28 seriyasından olan göz paletidir. Teksturası o qədər gözəldir ki, çox gözəldir. Həqiqətən də tətbiq edərkən sanki rahatlıq verir, matlığı var, zərliyi var. Yəni çeşid-çeşid olaraq növləri var və tam istədiyim göz paletidir. Bu günə qədər mən nə qədər göz paleti işlətsəm də bunun qədər razı qalmamışam. Hətta 2 gün belə gözdən getmir. Təbii ki, kosmetik silən vasitələrdən istifadə etməsəz. Və kistlərimizdən danışım. Kistlərimiz çox qəşəngdir. Bu kistləri biz istifadə edərkən amazatorluğu var. Sağa sola rahat şəkildə gözdə oynaya bilir. Bayaq sizə göstərdim və bunu bəzi necə deyək, kistlərdən istifadəsinin fərqi nədir? Digərlərini istifadə edərkən gözdə hətta gözü belə cızmağa başlayır. O qədər sərt olur, o qədər bərk olur. Yəni çox narahat olur. Hətta maçalkası, yəni üzərində olan kistin maçalkası belə gözü narahat edir. Amma bunun həm üzündəki olan maçalkası, həm də amazatorluğu çox möhtəşəmdir. Yəni siz də əgər bu cür rahat bir şəkildə göz paleti və kist istəsəz, Bahar xanıma müraciət edə bilərsiniz. Və Bahar xanım sizə çox gözəl məsləhətlər verəcək və çox gözəl, necə deyək, sizi yönləndirəcək üzünüzə, dərinizə uyğun şəkildə. Və linkini paylaşacağım. Oradan keçid edərək deyə bilərsiniz ki, Günelin İdeyaları YouTube kanalından yönlənmişəm sizə və Bahar xanım sizə çox gözəl məsləhətlər verəcək. Bu günləri 3 gündür dajı qazlarımızı kəsirlər. Bugündən 3-cü gün qaz kəsilir. Bu soyuğun günündə, qışın günündə donuruq. Plus hələ bu yetməyəyə qədər işığı da söndürüblər. Səhər tezdən işıq sönük. Zəng eləmişik, bəhanələri çoxdur. Remont gedir, nə bilim nə gedir, bizə nə dəxli var. Bunu qiyayda eləyin də. Nəysə, indi mən nə eləmişəm? Deməli belə bir fikir ağlımıza gəldi. Qoy bir dəqiqə göstərəcəm dəqiq. Deməli qaz da yoxdur, işıq da yoxdur. Biz harda yemək qızdıraq, nə edək bilmirəm. Baxın bu formada şam qoymuşam. Belə bir qazan götürmüşəm, dəmir qazan. Bunu da qoyacağam elə belə qazın üstünə ki, istiliyi heç ara vurmasın və içərisinə 2 dənə belə şamı nəlvəkirə düzəldib qoymuşam və qaz dəmirin də üstünə, bunun da üstünə yemək qoyacağam. Baxaq. Bu formada düzəltmişəm. İndi yeməyi də qoyacağım bura. Deyir hər şey, ölümdən başqa hər şey çarə var. İndi bu burada bunu isidəcək. Görəkli inşallah bunu isitsin. Görək nə olur. Deməli bu metod işə yarayır. Səs eşidirsiniz. Şamda makaron qızdırıram.
Görək nə vaxta qızacaq. Aslında da belə bir qapaq qoydum ki, buxarı içində qalsın. Bilmirəm, indi baxın, tərpədəcəm. Qızırmış. Görürsünüz üstünü. Bax, qazınız, işığınız olmayan da bu metodu yoxlayın. Görün nə gözəldir. Sonra deməyin ki, sizdən heç nə öyrənmədik. Deməli, makaronu qızdırdım. İndi keçdik qreçkaya. İndi Yağmur makaronu yeyir. Zeynəb də qreçka istədi. İndi qreçkanı qızdırıram. Əgər sizin də həm qazınız, həm işığınız gəlmirsə, bu formada bu çörəkləri doğrayıb hazırlamışdım. Dünənin çörəkləri idi. Bunları sobada belə suxariklər yiyəcəkdim, amma tamam başqa cür. Amma fikirləşdim ki, daha önce işıq yoxdur, hələ də işığımız gəlmir. Yəni bunu bu formada bişirim. Yeməyi də bayaq gördünüz ki, necə pişirdim, yəni qızdırdım. Yəni görməyənlər də baxa bilər. Buna baxın. Görün nə gözəldir. İndi buna keçdim, çevirirəm. Buxarını görürsünüz də istiliyini, qırmızı qızarsa. Uşaqlar xoşlayır, ən çox bunu Yağmur xoşlayır. Zeynəb indi nə əcəb ki, yeyir bundan. Qızarmış çörək. Heç nə olmaz, çörəkdir. Qazları belə yandırmışım. Qazları verdilər bu arada. Amma şey vermədilər. İşığı vermədilər. Deməli, saçımda oynadım, tarixə baxdım, dırnaq taxdım, şeye baxdım, havaya dərcəsinə baxdım, sabaha obliçoya. Hamısı qafiyədir. İşığın sönməyi, qazın olmamağı Zeynəbə şairlik gətirib. Şeyə də baxdım, buna da baxdım. Dırnaqları bir göstər. Bu qaranlıqda dırnaq taxmışıq. Belə göstər. Saxla, tərpətmə, belinə. Qaşıq taxmışım. Əlim biraz belə açdı, qoy görsünlər. Zeynəb, dırnaq düşmür. Qapak fotoğraf çəkəsən. Qoy göstərin, əli ver. Baxın Zeynəbin dırnağına. Qaranlıqda alabola taxmışıq, amma qəşəng də çıxıb. Do, re, mi, fa, sol, la, ti, do. Deyəm. Şam ışığında Zeynəbin çıxardığı hoqqalar. Do, re, mi, fa, sol, la, si, do. Do, re, mi, fa, sol, la, si. Ne diye? Do. Yok, bir dakika, bir piyano da çalın. Bir piyanoda bir de burada en notaları basacağım. Hadi burada. Burada C farklı çıxır. Re də bu, re farklı çıxır. Baxın bir də. Amma burada daha farklı çıxır. Bilmiyorum çəkirsən. Elə Bir bağır. dakika, eyni tapmalıyım, gözüm görmür. İşığı deyirəm, qoy yandırım da. Gözümü görə bilmirəm. Niyə İşıq. yapırsan bax? Bir dakika. Buraları bilmiyorum, mahnımı bilmiyorum, unutmuşum. Bu bir taraftan başlayacağım. O bir tərəfini. Ya.
Çekme. Çekme. Görsən davamı bilmirəm. Nəhayət işıqlarımız yandı. İndi də keçirik qabları yumağa. Yağmur saat içeride. Deməli, işıqlar yanır, sönür, yanır, sönür, da bezdirdi. Axır ki, 5-ci dəfədir yandı. İndi bilmirəm, səhərə qədər başımıza nə oyun gələcək. Bu hay-hayda da mən xəmir yoğurmuşdum və qəşəng bir peçenilər çıxartdım. Şamın üstündə yemək qızdıran mən və peçeni. İşıqların yanıb sönən vaxtında. Bu yağmur. Sər-sər durduq. Dünən işıqlarımız, qazlarımız sönmüşdü. Evlər çox soyuq idi, həddən artıq. Hətta üstlərinə bunun qalın şərfi örtmüşdüm ki, içərisi biraz isti qalsın, çox soyuq olmasın deyə. Səhər durduq, gördük ki, quş ölüb. Quşumuzun biri ölüb. Elə pis olduq, elə pis olduq. İndi uşaqların hələ xəbəri yoxdur. Uşaqlar bilsədən olacaqlar. Mənimlə həmişə söhbət eləyən, həmişə mənə səsimi haray verən, qapıdan içəri girəndə səsi evi götürürdü. Bir tay da burada yazıq. Görün. Bir tay da burada qalıb. Bu dişidir. Ölən erkək idi. Gözü qalıb. İndi mən kamera çəkirəm deyə mənə baxır. Amma gözü qalıb aşağıdakının yanında. Gör necə səssizlik yaradıb. Hüzün yaradıb.
Ben ağlayıyorum. Gülüm Zeynep əsəbdən. Əsəbdən ağlamaqla gülmək qarışıb məndə. Və quşumuzu götürdük. Bu mənlə dil danışırdı. Cəhcəh vururdu. Yəni bizim bununla bağlılığımız tamam başqa idi. Həyatda həmişə elədim. Yaxşılar kimi, yaxşı insanlar gedən kimi quşların da, hətta heyvanların da belə yaxşısı tez dəyişir dünyasını. O birisi quşumuz 2 dənə idi. O birisi quşumuz yəni vuran quş idi, biraz zəhimli idi. Ona qəddar quş qoymuşduq, buna mülayim. O biri patlamış. Geri daşa dəyir, daşdı da bizdə. Bəsdir, bəsdir. Olaraq geri daşa dəyir. Yo, bəsdir, bir amca canı var da. Kulokda koyma. Yox, kulokda qoymuram. Çabuk. Süt düşməsin də. Sürüsünü alırız.